Ali Banatın videolarını çoxunuz görmüsünüz də yəqin. Çoxları deyirdilər, bax əgər mən də onun kimi xərçəng olsaydım, mən də qollarımı sıvayıb konkret dinimlə məşğul olardım. Ömrümün geri qalanını səcdədə keçirərdim. Yaxşı, bunu bəs sizə kim dedi axı? Nə boş-boş danışırsınız? İndi sağlam ikən bunu etmirsənsə, sonra edəcəyini sana kim dedi axı? Bizim tanış qardaşlardan biri bir gün həkimə getdi. Nəsə sadə bir analiz verməli idi. Gənc idi, 38 yaşı var idi. Bir dəfə də olsun həyatında namaz qılmamışdı. Belə götürəndə elə çoxumuz kimi. Adi etnik müsəlman. Müsəlman ailədən gəlir, soruşanda da müsəlmanam deyir. Namaz, niyaz yoxdur. Çox məşğuldur, vaxt yoxdur ibadətə. Hər nə isə, deməli analizi verir, bir müddət sonra həkim zəng vurur, çağırır. Deyir, dostum, səndə xərçəng var. Yox həkim, nə xərçəng? Məndə xərçəng ola bilməz axı, nə danışırsan sən? Nəsə əvvəl-axır həkim bunu inandıra bilir. Və yəni normalda öləcəyini bilən bir insan nə etməlidir? Dininə sarılmalıdır. Məncə son günlərini heç olmasa ibadətlə keçirməlidir, elə deyilmi? Hətta bəzi qardaşlar ona yaxınlaşıb dedilər ki, yəni burada 2-3 ayın qalıb. Tövbə et, Allahdan bağışlanma dilə. Yəni bir şeylər et, bu cür ölmə. O nə dedi sizcə? Heç nə, imtina elədi. Yəqin indi düşünürsünüz ki, mən olsaydım imtina etməzdim. Niyə də, niyə? Niyə də yox? Niyə də imtina etməyəsiniz ki? Sən bugün sağlamsan və imtina edirsən.